Həyatda ən ucuz qiymətə satılan şey kəşşədir. Heç qiyməti yoxdur. Bir qəpik də belə qiyməti yoxdur. Əgər sən kəşşələrdən çox istifadə edirsənsə, bir insan kəşşələrdən çox istifadə edirsə, o həyat yolunda irəliləməkdə çətinlik çəkir. Bu qısa ömür yolunda yaşamaqda çətinlik çəkir. İnsan elə yaşamalıdır ki, həyat yolunda olan kəşşələr dayanacaqları var. O dayanacaqları tranzit keçsin. Amma bəzi adamlar var ki, o kəşşələr dayanacağında, hər kəşşələr dayanacağında dayanır, geri baxır, kəşşə deyir. Həyatda kəşşə deyən insanlar, kəşşə filan şey olmasaydı, kəşşələrlə yaşayan insanlar özlərinin, öz əməllərinin nəticəsində olan xatalar üçün ətrafındakı insanları günahlandırırlar. Kəşşələrlə yaşayan insanlar başqasının xoşbəxtçiliyini qəbul eləmirlər. Başqasının pis gününə sevinirlər. Başqasının gözəl gün görməsi onlara təsir edir. Həyatda bunlara olan yaxşılıqları yaddan çıxardıb, öz elədikləri pislikləri də unudub, heç bir şey olmamış kimi ancaq irəliyə doğru gedirlər. Hər dayanacaqda da dayanıb, geri baxıb kəşşə deyirlər. Bu yaşam deyil. Bu qısa ömür yolunda çətinliklə yaşamdır. Sıxıntı ilə yaşamdır. Bir mənalı olaraq qəribə bir həyatda yaşayırıq. Bunun qəribə olduğunu, qısa olduğunu yaşayarkən anlamaq məcburiyyətindəyik. Başqa cür qurtuluşumuz, canımızı qurtarmaq yoxdur. Bax, 1000 dənə doğru eləsən, ətrafındakı insanların çoxsu kör olar, çoxsu kar olar, çoxsu da dilsiz olar. Heç kəs görməz elədiyi. Amma ola ki, bir dənə xata eləsən, ətrafındakı o körlər görər, dilsizlər dilə gələr, karların qulağı açılar. Qardaş, bunu yaşam sürəsi boyunca anlamaq lazımdır. İnsanın beyninin işləmə sistemini anlamaq lazımdır ki, sən ətrafındakı insanların niyə ətrafında olduğunu anlayasan. Bax, aslanın arxasıcan çəkər gedər. Canavarın arxasıcan çəkər gedər. Ayı sürüsünün arxasıcan çəkər gedər. Fil sürüsünün arxasıcan çəkər gedər. Amma it kimin əlində sümük varsa onun arxasınca düşər. Biz insan kimi yaşam sürəmiz boyunca çalışmalıyıq ki, ətrafımızdakı itləri dəqiqləşdirib, hoş deyib onları kənarlaşdıraq həyatımızdan ki, xoşbəxtçiliyimiz bir parça artsın. Çünki onlar maskalanıb bizim ətrafımızda dururlar. Əlimizdə sümük olduğu üçün bizim ətrafımızda dururlar. O sümüyü tullasın, cırmaqlayacaq səni. Yaş gəlir, çıxır 60-a, adam gəlir o 60 yaşında elə bir yerdə dayanır ki, həyat səhnəsində baxır arxaya, başda da dediyim kimi, kəşşə filan kəs qabağıma çıxmasaydı, kəşşə filan yerə getməsəydim, kəşşə filan kəslə heç dost olmasaydım. Qardaş, bu həyat kəşşələrlə yaşayacağın qədər uzun deyil. Allah sənə ağıl verir. Bu ağıldan istifadə edib, o kəşşələri istifadə eləmə ehtimalının olduğu yerlərdən, yollardan keçməli deyilsən, qaçmalısan. Budur yəni. Sən yoxsa istədiyin kimi yaşa, heç nəyə diqqət eləmə. Gəl çıx 1 yaşa, 60 yaşında başla ki, kəşşə mən heç filan yerdən keçməsəydim, kəşşə filan kəs qabağıma çıxmasaydı, kəşşə filan şey olmasaydı, kəşşə heç anam da məni doğmasaydı. Yəni elə şey olmur axı. Sən öncə keçdin. O keçmişdə kəşşələrlə, nə qədər kəşşələrlə məşğul olsun, filan kəs qabağıma çıxmasaydı, görməsəydim, o keçdi, getdi. Onunla məşğul olmağa ehtiyac yoxdur. Onun üçün də elə yaşamaq, elə yolla gəlmək lazımdır həyat yolunda. Sən o kəşşə deyəcəyin yerə, mən buranı keçəndən sonra kəşşə deyə bilərəm. Qoy buradan dönüm keçim. O şəkildə yaşamalısın. Yaşamalıyıq, cəhd eləməliyik. Mən hər videoda deyirəm ki, yəni bu mənim şəxsi fikrimdir, şəxsi düşüncəmdir. Məsələ, sən razılaşmaya bilərsən. Sən məsələ qırmızı rəngi xoşlayırsan, mən qırmızı rəngi xoşlamıram. Bu təbii haldır. Bu bizim beynimizin qəbullanma funksiyasıdır. Fərqliliyi göstərə bilir, təbii haldır. Mənim bu dediklərim ümumi şamil deyil, şəxsi fikrimdir. Mənim şəxsi fikrimdən biri də odur ki, yəni həyat yaşam təcrübəm onu göstərir ki, mənə bizim vətənimiz kimi yerdə yaşayırsansa, bir mənalı heç kəsə etibar olmaz.
Dostluq da maddiyyata dayalıdır. Qonşuluq da maddiyyata dayalıdır. İş yoldaşlığı da maddiyyata dayalıdır. Bütün sistem maddiyyata dayalıdır. Bütün sistem. Bütün sistem. Mesela 30 ildir qonşusan, qonşuya deyirsən ki, bir dənə usta tap mənim üçün bu duvarı tikmək üçün. Ustanı tapır, gətirir, ustala qiymət danışırsan, sonradan aydın olur ki, usta 50 qəpik sənə baha deyib. Niyə? Bu 50 qəpiklər qonşununmuş, qonşundan elə danışıb. Yəni, bütün yaşam tərzimiz maddiyyata dayalıdır. Əgər mənim səndən bir çıxarım yoxdursa, sən mənim üçün heç nə. Apar tulla. Əgər sənin məndən bir çıxarın yoxdursa, heç nə. Apar tulla. Bunu üstünə, necə deyim, belə əzə-əzə evdə körpələrimizə başa salmalıyıq ki, bir dənə bunu başa düşsünlər ki, biz çıxarcı bir cəmiyyətdə yaşayırıq. Dostluqlar, yoldaşlıqlar, qardaşlıqlar və s. və s. iş yoldaşlıqları, bunlar hamısı maddiyyat üzərinə qurulur. Bir yerdə işləyirsən, 10 ildə işləyirsən, hamısı qardaşdır səninlə. Əla, gözəl. Bir dənə iş düşür, səni işdən çıxartdılar. O iş yerində 10 il o işlədiyin yerdən sənin üzvə baxan yoxdur. Sənə salam verən yoxdur. Səni axtaran yoxdur. Ay qardaş, nə edirsən deyən yoxdur. Halbuki işə 5 dəqiqə gec gələndə naxadı yığırdılar ki, qardaş hardasan, bəlkə nəsə olub. Yəni, bunu mən iş üçün deyirəm, sən başqa yerlərə də şamil eləyə bilərsən. Genel mənada, ümumi mənada bir-birimizdən çıxarımız var. Bir-birimizdən çıxarımız olmasa, qeyri-mümkündür ki, bağlarımız möhkəm olsun. Amma əslində nə olmalıdır? Əslində bu çıxarsız, mənfaatsiz, qazanc fikirləşmədən bağlarımız olmalıdır. Yaxşı? Yəni, bir iş yerində işləyirsən 10 ildir, bir qardaş yığır səni ki, 5 dəqiqə gec gəlmirsən. Nə oldu? O səndən narahat olduğu üçün yığmalıdır. Sabah işdən çıxırsan, heç üzvə baxmırsa, burada bir anormallıq var. Və yaxud tam əksi, işdən çıxmısan, amma yığır səni. Bu onun səmimiyyətini göstərir, bu onun beyninin düzgün işləməsini göstərir. Və yaxud bir qonşuya deyirsən ki, duvar tikmək üçün mənə bir usta, ustanı tapır, gətirir, çalışır ki, orada bir 50 qəpik də aşağı olsun ki, yəni qonşusan, sən qazanasan. Bu onun beyninin düzgün işlədiyinin bir əlamətidir. Amma təəssüflər olsun ki, bu cür səhnələrlə biz ya qarşılaşmırıq, ya da mində bir, bəlkə də yəni milyonda bir qarşılaşırıq. Ancaq çıxar fikirləşirik bir-birimizdən. Hər kəsən öz sahəsində ancaq qazanmaq istəyir. Dönərçi dönər satır, nə eləyə bilərəm ki, əti az olsun, qazancım çox olsun. Və yaxud başqa biri nəqliyyat sistemindədir, nə eləyə bilərəm ki, yolum qısa olsun, qazancım çox olsun. Hər kəsən ancaq maddiyyat fikirləşir. Bu maddiyyatı qazanmaq üçün də ətrafındakı olan heç kəsə yazığı gəlmir, heç kəsə acımır, hər kəsə zülm eləməyi normal görür.